etini. Ha, davay. Demek bu hayatta böyle bir şeyler var. Eğer bir şey çok istiyorsan sen mutlaka onu elde edebilirsin. Mesela buna yani misal olarak bir şey göstermek istedim. Bizde en ağır çəkili kimdir? Laçınlı balası. Tıca böyle görüm. Adı neydi? Etsin. Neçə kilosun? Maşallah. Maşallah. Elə mən çəki desən ki. Əyləş burada. Bak. En kiçiklərimizdə sizsi də. Gəl sən gəl bura. Bak bu etsini biz çalışacağıq. Bak bu iki parmağımızda qaldıra bilərik. Bak əlimizi belə eləyirik, keçiririk bir-birinə. Parmağımızı belə tuturuq. Demək içimiz bu qoltuğundan buradan girəcək belə. İçimiz də buradan ayaqlarından burada. Bir yoxlayaq görək bunu qaldıra bilirik yoxsa yox. Yoxlayaq. Əlinizi belə keçirirsiniz. Davay etsin otur sən rahat. Davay bir yoxlayın görək sən də bizə. Yəni qaldıra bilirik. Hə? Yox. Ağırdır. Çox. Şimdi bir şey deyək yoxlayaq. Biz onu qaldıracağıq. Bu istəklə əlaqəlidir. Demək mən deyəndə biz əlimizi tez belə sıxıb başlayırıq qaldırmağa. Əlinizi qoyun etsin başının üstünə. Elə yox. Birini qoydun. Sonra sən qoy. İndi sən qoy. Aralı, bir-birindən aralı. Sonra da mən qoyuram. Biraz dururuq belə, tələsməyin, əliniz əsməsin. Mən deyəndə sadəcə olaraq biz əlimizi, barmaqlarımızı hazırlayıb etini qaldırmağa çalışacağıq. Hə, biraz dayanın. Bir-birinizə toxunmayın. Biraz yuxarı qaldır, hə, belə. Dayandıq. Başlayaq uşaqlar. Əlimizi belə eləyirik. Keçirik etini. Hə, davay. Halal olsun, sizi təbrik edirəm. Maşallah olsun. Etsin. Bu neydi? Ha, bu neydi? Maraqlı gəldi. Keçin əyləşir. Demək,